Səhər gedirdim, gecə 2-də gəlirdim və bütün günü o təhsil məsələləri ilə bağlı. Bir ildə 80 dərslik yazdırdıq. Bir mavinim var idi, o da məndən betər başdan xarab. 80 dərslik gecə gündüz işlədi, o hazırlayırdı. Mən imkan yaratmışdım. Bu 30-40 ildə 8 dənə yeni dərslik yazırdım deyiblər, təsəvvür edirəm. Bir ildə 80 dərslik. Onların hamısını çap eləməyə Respublikanın imkanı olmadı. O ədalət təzədən mavinim aparıb Rusiyada çap elətdirib gətirildi kitabları. Ən azı 50'si, 45'i belə çap olundu. Sonra məndən sonra gələn Allah rəhmət eləsin Lidya xanım o işi o davam elətdirdi. O saf qadın idi, təmiz adam idi. Belə, yəni təhsildə o cür təhsil qanunu yazdırdıq. Və o qanunla, qanun bugünə qədər işləsəydi, təhsilimiz bugünə düşməzdi. O qanunu işlətmədilər.